Sonuncu izahımız cümlə üzvlərinin əlaqəsi ilə əlaqəli olacaq. Cümlə üzvləri bir-biri ilə sintaktik əlaqələr vasitəsilə qrammatik cəhətdən bağlı olur. Xəttlərə fikir verək. Xəbər mübtədə ilə əlaqədədir və yalnız ondan asılıdır. Yerdə qalan cümlə üzvləri isə xəbərdən asılıdır. Zərflik, tamamlıq, təyin bütün cümlə üzvlərinə aiddir və onlardan asılıdır həmişə. Bunların arasında əlaqələr də var. Xəbər, mübtədə, uzlaşma, idarə, tamamlıq xəbər, idarə, zərflik xəbər, idarə, yanaşma, təyin isə hamısı ilə yanaşma əlaqəsində olur. Və sintaktik təhlil zamanı bunlara fikir vermək lazımdır. Birinci, əgər mübtəda cümlədə yoxdursa, xəbər deməli heç nə ilə uzlaşma əlaqəsində ola bilməz. Deməli, xəbər heç nə ilə əlaqədə asılı tərəf olmayacaq. İkinci məqam, sintaksisdə soruşulan hansı söz həm əsas, həm asılı tərəf kimi çıxış eləyir. Əgər cümlədə mübtəda varsa, xəbər bu şərti ödəyəcək, həm əsas, həm asılı söz olacaq. Yəni, mübtədə ilə əlaqədə asılı, digər üzvlərlə əlaqədə əsas tərəf olacaq. Əgər mübtəda yoxdursa cümlədə, deməli, xəbər ancaq əsas tərəf kimi çıxış eləyəcək. Mübtədə isə heç nədən asılı deyil və mübtədadan heç nəyə ox gedə bilməz. Gedirsə, əgər testdə o səhv götürüləcək. Tamamlıq, zərflik və mübtəda götürülən hər hansı bir üzvü götürmək istəyiriksə, o mütləq xəbərlə əlaqədə olmalıdır. Əgər xəbərlə əlaqəyə girmirsə, deməli, o cümlədə müstəqil cümlə üzvü ola bilməz. Təyin isə aid olduğu söz mütləq müstəqil cümlə üzvü olmalıdır. Təyinin aid olduğu söz asılı tərəfdirsə, cümlədə müstəqil üzv deyilsə, deməli, ona aid olan təyin də cümlədə müstəqil üzv olmayacaq. Həmcins üzvlər arasında tabiəsi əlaqəsi olur. Onların arasında idarə, uzlaşma, yanaşma əlaqəsi heç vaxt olmur. Xitab və ara sözlər isə cümlə ilə heç bir sintaktik əlaqədə olmur. Yəni, nə tabiəsilik, nə də tabiəlik əlaqəsində olmur. Bu oxların istiqamətini və əlaqələri nəzərə almaqla sintaktik təhlili siz uğurla, eləcə də sintaktik əlaqələrlə aid testlər uğurla cavablandıra biləcəksiniz inşallah ki, və artıq bu bizim son izahımız. Sabah imtahandır, hər birinizə uğurlar və əminəm ki, hər biriniz öz nəticələrinizlə həm müəllimləri, həm valideynləri sevindirəcəksiniz. İnşallah ki, yüksək nəticələriniz olar. Bir daha uğurlar, sağ olun.